Tamam, bugünkü mövzumuz Ga Dekiru, Kotoga Dekirudur. GLPT N4 səviyyəsindən bir mövzudur. Ga Dekiru və Kotoga Dekiru məna olaraq bir şeyi bacarmaq. Ümumiyyətlə Dekiru, Dekimas feili bacarmaq deməkdir və Ga Dekiru, Kotoga Dekiru da həmçinin bacarmaq, bir şey əlindən gəlməsi mənası daşıyır. Lakin ikinci bir mənası da var. Bu da bir şeyi edə bilərsənmi? Yəni edə bilmək daha doğrusu. Tutaq ki, bir şey sizə icazə verilir ki, siz burada bunu edə bilərsiniz. Yəni həm bacarıq əlindən gəlmək, həm də ki, bir şeyi edə bilmək mənaları daşıyır. Əgər biz bunu meşiyə, yəni ismə əlavə ediriksə, sadəcə ga dekiru bizə kifayət edəcək. Amma əgər biz bunu doşiyə, yəni feilə əlavə ediriksə, biz ilk öncə feilin cishokeini, yəni ki, məstər formasını götürməliyik. Bundan sonra ortaya bir koto hissəsi, bundan sonra isə ga dekiru əlavə edə bilərik. Yəni isimlə ga dekiru, feilin məstər formasında isə kotoga dekiru olaraq deyəcəyik. Bu bizim təsdiq formamız idi. İnkar formasında isə bizim burada əsas, yəni cümlənin əsas feili dekiru olduğu üçün biz onu inkara salmalıyıq. Onun inkarı da dekinay olaraq keçəcək. Yəni ga dekinay, kotoga dekinay olaraq. Bundan əlavə bildiyimiz kimi Yapon dilində həm standart danışıq, həm də daha mədəni dil mövcuddur. Dekiru feili və yaxud da ki, dekinay inkar formasında bu daha standart və danışıq dilinə uyğundur. Bu feilin daha mədəni versiyası isə dekimas və inkar forması da dekimasen olacaq. Bunlara uyğun gəlin misallara da baxaq, daha yaxşı anlamağımız üçün. Unten ga dekiru kareshi ga hoshi. Unten ga dekiru kareshi ga hoshi. Maşın sürə bilən sevgili istəyirəm. Unten maşın sürə bilmək olsa da, burada bir feil kimi səslənsə də, əslində bu feildən yaranmış bir isimdir. Unten və gördüyümüz kimi untenden sonra ga əlavə edirik və dekiru gəlir bundan sonra. Unten ga dekiru kareshi ga hoshi. Kare wa ryori o suru koto ga dekiru. Kare wa ryori o suru koto ga dekiru. O, yemək bişirməyi bacarır. Ryori o suru yemək bişirməkdir və bu gördüyümüz kimi suru feillərinə aiddir. Ryori o suru və bundan sonra koto ga dekiru. Kanojo wa nihongo o hanasu koto ga dekiru. Kanojo wa nihongo o hanasu koto ga dekiru. O, Yapon dilində danışa bilir. Hanasu yenə feilimizdir və bildirmək istəyirəm ki, həm ryori o suru, həm də hanasu məstər formasında feillərdir. Bundan sonra koto ga dekiru. Eyni ilə bu standart danışıq dilində sadəcə inkar formalarına baxaq. Kaimono ga dekinay. Kaimono ga dekinay. Alış-veriş edə bilmirəm. Məsələn, hitoridə kaimono ga dekinay. Təklikdə öz başıma alış-veriş edə bilmirəm. Kaimono yenə isimdir. Bundan sonra ga dekinay olaraq inkarını deyirik. Watashi ni wa jibun no kanjou o kanjiru koto ga dekinai. Watashi ni wa jibun no kanjou o kanjiru koto ga dekinai. Mən öz hisslərimi hiss edə bilmirəm. Kanjiru. Kanjiru yenə feildir və feilin məstər formasıdır. Koto ga dekinaya birləşərək edə bilmirəm, hiss edə bilmirəm mənası daşıyır. Buradakı iki misalda isə biz həm daha mədəni formasındakı dəyişimləri görəcəyik, həm də bu ga dekiru və kotoga dekirunun ikinci mənası olan icazə
daha çox icazə mənası daşıyan misalları görəcəyik. 講義の後、直接質問することができます。講義の後、直接質問することができます。Dərsdən sonra dərsdən sonra birbaşa sualları verə bilərsiniz. Şitsumon suru yenə feildir, məsdər formasındadır. Koto ga bu dəfə artıq daha mədəni forması olan dekimasdan istifadə olunur. この美術館では写真を撮ることができません。この美術館では写真を撮ることができません。Bu muzeydə şəkil çəkə bilməzsən. Toru feilin məsdər formasıdır. Kotoga dekimasen isə daha mədəni dildə edə bilməzsən inkar formasıdır. Gördüyünüz kimi buradakı bu iki cümlədə artıq nəyisə bacarmaq yox da icazə mənası daşıyır. Suallar verə bilərsən, şəkil çəkə bilməzsən. Bugünlük bu qədər. Ümid edirəm ki, hər şey asanlıqla sizə izah olundu. Əgər hər hansı bir sualınız olarsa, aşağıda sual verməkdən çəkinməyin. Təşəkkürlər.